bir nəfərdən eşitdim, deyirdi ki, Qədirxum hadisəsi olmayıb, olsa da Əli əleyhissalam orada təyin olunmayıb. Niyə? Deyir, çünki əgər Əli əleyhissalam orada təyin olunsaydı, Peyğəmbər salavatullah dünyadan köçdükdən sonra səhabələr deyərdilər ki, da Əlini təyin eləyib də, da o var. Da ehtiyac yoxdur Səqifə gedib xəlifə təyin eləməyə. Madam ki, səhabələr dillənməyiblər, o sözü deməyiblər, deməli Qədirxum olmayıb. Mən elə bu məntiqin tarixdə özünü əks etdirməsini qoyuram kənara. Mənim etirazım bunadır. Biz bu xalqın məntiqini niyə körlüyürük? Bu xalqın arqument gətirmə qabiliyyətini niyə məhv eləyirik? Bu nə düşüncədir? Məhz səhabələr məsum idilərmi ki, onlar əgər Əlinin xilafətini təsdiqləməyiblərsə, deməli Qədirxum olmayıb? Bu nə düşüncədir? Bu nə argumentdir? Bu nə istidlaldır? Bu nə istinbatdır? Bu necə istihaddır? Bu necə elmdir? Bu necə düşüncədir? Yox, indi bir nəfər deyə bilər ki, Qədirxum olmayıb, bu dəlil əsasən. İndi dəlili düzdür, düz deyil, o başqa mövzudur. Amma bu doğru məntiqi yürütməkdir, doğru metoddur. Yoxsa götürüb deyirsən ki, məsələn, Həsən idi, Hüseyin idi, Əli idi. Mən deyirəm, Həsən Hüseyini vurub. Sən deyirsən, yox, vurmuyub. Vursaydı, Əli təsdiqləyərdi. Yəni, bu nə əsasdır? Bu nə əsasəndir ki, Əli bir şey təsdiqləsə deməli, olub, təsdiqləməsə deməli, olmayıb. Necə yəni səhabələr, məyər səhabələr nəfslərini əməl edə bilməzdilər? Ümumiyyətlə, Hacı, onu dedim ki, tarixdən xəbəri olan, yəni ən azı İslamın o dönəmini, o həssas dönəmini mütaliə edən bir şəxs olsa, azacıq bir mütaliə etsə, görər ki, yox, əslində elə ixtilaf elə oradan yarandı. Bəzi sahabələr dedilər ki, axı bu Qədirxum var idi, Həzrət Əli imamdır, Peyğəmbər belə buyurub. Bəziləri isə yəni buna bu sözə qulaq asır. Yəni əslində ixtilafın əsası elə oradan, yəni sahabələrin özündən başlanır. Yəni bunu biz ən belə də sadə bir məsələdir də, yəni bunu bir çox dərin başa düşmək üçün böyük bir əllam olmaq lazım deyil. Belə tarixi oxusan kifayətdir ki, yəni o dövrdən başladı. Yəni niyə məsələn belə bir söz də var da, əgər ümumiyyətlə Həzrət Əli əleyhissalamın o cür xilafət namizədliyi olmasaydı Peyğəmbərdən sonra insanların təfəkküründə niyə həmişə Əliyə üstünlük verilir, həmişə yəni ağıllarına Əli gəlirdi əleyhissalam. Məsələn, birinci məsələdə də Peyğəmbərdən dərhal sonra da yenə də insanlar görürsən ki, Həzrət Əlinin başına toplaşdı, etirazçılar onun ətrafında idi filan.